Əziz izləyicilər, mən bu calağı sizə çəkib göstərmişdim. Yenidən istəyirəm necə işlədiyin göstərdim sizə. Baxın calaq vurduğum yerdən çıxıb hələ bəhər də verib, çiçəkləyib də. İnşallah mənə hələlik bunun meyvəsi lazım deyil. Çünki mənə lazımdır bu işləsin. Buralara vurmuşdum. 1, 2, 3, 4, 5 dənə. 5 yerə vurmuşdum. Bunu 2 il bundan əvvəl vurmuşam. Çünki bunu kəsməmişdim deyə bu çox inkişaf eləmirdi. Baxın, çox qəşəng işləyir. Yəqin ki, mən bir müddətdən sonra payızda inşallah bunu buradan kəsib atacağım. Çünki bu cırdı. Bunu mən calamışam peyvəndə, iri innaba. İnşallah payızda buradan bunu kəsib atacağım. Bu da bu caladığım kimi, İnşallah bu caladığım kimi olacaq. Çox gözəl, bu illərim çox gözəl də çiçək açıb, yemləməsini də aparmışam. İnşallah bəhərində yenə də çəkib sizə göstərərəm inşallah. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu da bir il bundan əvvəl 2-ci ilə keçib. Bunu mən calamışdım. Bunu da buradan calamışam. Buradan calamışam. 2-ci ilidi. Mən payızda bunu başım vurdum. Çox hündür getmişdi. İnşallah bu illərim yaxşı da bəhəri var. Bunlara da burada calaq vurmuşam. Dibindən çıxanları. Bunlar da çox gözəl işləyir. Əgər bunlardan istəyən olsa, calaqlığımız da var. Kim istəsə verə bilərik. İzlədiyiniz üçün təşəkkür edirəm.